Bu ay Rəcəb ayı Allah ayıdır. Peyğəmbərdən hədis var. Peyğəmbərimiz buyurur ki, Şaban ayı mənim ayım, Rəcəb ayı Allah ayı, Şaban ayı mənim ayım, mübarək Ramazan ayı isə ümmətimin ayıdır. Hamı bilir ki, Ramazan ayı hədislərdə ziyafətullah adlanır. Yəni Allahın qonaqlığı. Allah öz əziz bəndələrini o mübarək ayda özünə qonaq dəvət eləyir. Peyğəmbərdən hədis var, buyurur, duaytum fihi ila ziyafətillah. Ramazan ayında ziyafətə çağırılmışsınız. O ay daxil olanda möminlər Allah qonağıdırlar. Nə mənadadır bu? O barədə keçmişdə danışmışıq. İnşallah Allah qismət eləsə mübarək Ramazan ayında yenə də o mövzulara toxunacaq, Allah nəsib eləsə. Amma bir şey bəllidir ki, insan bir dəyərli yerə qonaq gedirsə, bir hörmətli yerə qonaq gedirsə, bir müddət o qonaqlığa hazırlaşır, o ziyafətə hazırlaşır. Nə qədər əhəmiyyətli bir səfərdirsə, bir o qədər ciddi hazırlaşır. Mübarək Ramazan ayı Allah qonaqlığıdırsa, Allah bu iki ayı, mübarək Rəcəb və Şaban aylarını bu ziyafətə hazırlıq ayı qərar verib. Yəni biz öz ruhumuzu təmizləməliyik bu ayda ki, Ramazan ayına təmiz daxil olaq, pak daxil olaq. Günahlardan təmizlənmiş halda müqəddəs aya daxil olaq. Bunu ədəb tələb eləyir. Ədəb tələb eləyir ki, bir dəyərli yerə qonaq gedəndə insan təmiz paltar geyinsin. İnsanın da ruhunun libası təqvadır. İnsan bu aydan öz ruhunda olan çirkabı təmizləyib, o aya pak, təmiz daxil olmalıdır. Bu ayları bizə Allah onun üçün qərar verib. Ramazan ayının şüasıdır bu aylara dəyər verən, bu aylara qiymət verən. Ona görə də indidən insan müxtəlif ibadətləri yerinə yetirməklə özünü o aya hazırlaşdırmalıdır. İndi bu illər isti günlərə düşüb, isti vaxtlara düşüb. Amma hər halda Peyğəmbərimiz buyurub ki, kim Rəcəb ayında bir gün oruç tutarsa, bu ay ərzində bircə gün oruç tutarsa, Allahın razılığını qazanar. Bu balaca sözdür. Allah bundan razı olar. Hədisdə də var, Allah kimdən razı olsa onu cənnətinə daxil eləyər. Allah tez razı olandır, bir gün oruca razı olur. Həzrət Əli əleyhissalam Kumeyl duasında deyir, ya səri'ər riza, ey tez razı olan Allah. Allah bizdən tez razı olur. Bircə gün bu ayda, bu isti günlərin birində insan oruç tutarsa, Peyğəmbərimiz buyurur ki, Allahın razılığını əldə eləyər. Ondan sonra buyurur, bununla da kifayətlənməz. Allahın qəzəbi ondan uzaqlaşar. Cəhənnəm qapılarından bir qapı onun üzünə bağlanar. İmam Musa Kazım əleyhissalam buyurur ki, kim bu ayda bir gün oruç tutsa, cəhənnəm odu bir illik yol məsafəsində ondan uzaqlaşar. Bəlkə də bu sözlərin mənasını dünyada başa düşmürük. Cəhənnəm odunun nəriltisini insanlar eşidəndə hədislərdə var ki, Peyğəmbərlər diz üstə oturarlar. Peyğəmbərlər diz üstündə çökərlər, qiyamətin əzabından, cəhənnəmin qorxusundan və vay canım deyərlər bütün Peyğəmbərlər. Bir halda ki, Peyğəmbərlər o səsi eşidib qorxuya düşərlər, Peyğəmbərimiz buyurur ki, kim bir gün oruç tutsa, cəhənnəm odundan uzaqlaşar. Cəhənnəm odundan uzaq düşər o insan. Ondan sonra buyurur, İmam Musa Kazım əleyhissalam buyurur, kim 3 gün oruç tutsa, bu ayda cənnət ona vacib olar. Və dalıca da buyurur, Rəcəb cənnətdə olan bulaqlardan birinin adıdır. Və kim bu ayda bir gün oruç tutacaqsa, şübhəsiz ki, o bulağın suyundan bəhrələnəcək. O mənəvi bir çeşmədir, maddi çeşmə deyil. O mənəvi bir neymətdir ki, ondan faydalanarlar. İmam Sadiq əleyhissalam İslam Peyğəmbərindən bu hədisi nəql eləyir. Buyurur ki, Peyğəmbər buyurub, Rəcəb ayı ümmətimin istiğfar ayıdır, bağışlanmaq ayıdır. Bu ayda çox tövbə eləyin, çox istiğfar eləyin.
Çünki Allah bağışlayan və mehribandır. Hədis buyurur ki, necə görürsən bəzən yağış yağır, şiddətlə yağır, buyurur Rəcəb ayında Allahın rəhməti göydən yağış kimi yağar yerə. Ona görə də çox istiğfar eləyin. Sadə bir zikir var, mən sizə bunu deyim, bilənlər bilir, bilməyənlər də əzbər yadında saxlaya bilərlər. Məncə elə bir kəlmə desəm yadınızda qala bilər. Ay ərzində harda olursunuzsa olun bu zikri təkrar eləyə bilərsiniz. Yolda gedəndə, maşın sürə-sürə, hardasa oturanda insan bu zikri deyə bilər. Çox asan zikirdir. İki cümlədir, iki cümlə bir cümlədir. Əstəğfirullah və əsəluhu təvbə. Əstəğfirullah və əsəluhu təvbə. Bu zikir belədir. Yəni ki, ilahi, sənə tərəf qayıdıram, istiğfar eləyirəm və səndən də istəyirəm, sən də mənə tərəf dönəsən. Əstəğfirullah və əsəluhu təvbə. Gündə neçə dəfə bacarsınız, bu zikri təkrar deyin. Namazlardan sonra hər hansı bir halda olarkən. Mötəbər bir hədisdir. Bunu da oxuyub sözümü tamamlayıram. Bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəlib, deyir, Rəcəb ayının axır günləri idi. Rəcəb ayı qutarırdı. Mən gəldim İmam Cəfər Sadiq əleyhissalamın huzuruna. Elə ki, gözü mənə sataşdı, İmam Sadiqin gözü mənə sataşdı. Dedi ki, heç bu aydan oruç tutmusan? Mən cavab verdim ki, yox, and olsun Allaha, ey Peyğəmbərin balası, bir gündə oruç tutmamışam. İmam Sadiq buyurdu ki, o qədər savab itirmisən ki, Allahdan başqa heç kəs bilmir. Ancaq Allah bilər ki, nə əldən vermirsən sən. Ondan sonra buyurdu ki, yəqin bil ki, bu elə bir aydır ki, Allah bu ayı başqa aylardan üstün eləyib. Və onun hörmətini böyük qərar verib, üstün qərar verib. Allah bu ayda oruç tutanları əzizləməyi özünə borc bilir. Buyurur ki, kim bu ayda mənim razılığım üçün oruç tutsa, mən də onu əziz eləyərəm, hörmət eləyərəm ona. Dedim, yəbnə Rəsulallah, o adam deyir, mən dedim İmam Sadiqə, yəbnə Rəsulallah, axır günlərindən tutsam savaba nail olaram, Rəcəb ayından az qalıb. Axır günlərindən tuta bilərəm, yenə bu savab mənim əlimə gələcək. İmam buyurdu ki, ey Salim, sahabənin adı Salim idi, dedi, ey Salim, kim bu ayın axırından bir gün oruç tutsa, ölümün çətinliklərindən amanda qalar, rahat can verər. Ölüm çox çətindir bəzi adamlar üçün. Hədisdə var, mömin üçün bir gülü qoxlamaq, iyləmək kimidir. İstəyirsənsə ölüm rahat olsun, İmam buyurdu, Rəcəb ayının axırından bircə gün oruç tut. Amma bununla da kifayətlənmir. Qəbir əzabından amanda qalar. Kim Rəcəb ayının axırından bir gün oruç tutsa, qəbir əzabından amanda qalar. Kim Rəcəb ayının axırından 2 gün oruç tutsa, İmam buyurdu ki, siratdan asan keçəcək. Ayaqlar titriyən gün. Siratın üstündə insanlar çətinliklə hərəkət eləyən vaxtda bu gəlib hamını ötüb keçər, rahat keçəcək. Kim bu ayın axırından 3 gün oruç tutsa, qiyamətin böyük qorxusundan amandadır. Qiyamət gününün çətinliklərindən amandadır. Və ona cəhənnəm odundan azad olunmaq qəbzi verilər. 3 gün oruc səbəb olar ki, insanı Allah işini birtəhər elə eləsin ki, o cəhənnəmə tərəf getməsin. Cəhənnəmdən azad eləməyin mənası budur. Allah elə tənzimləyər hadisələri, işləri elə yönəldər ki, qoymaz insan günaha tərəf getsin. Kimin boynunda qəza orucu var, vaxtında tutmayıb, ondan tuta bilər. Kimdə qəza yoxdur, müstəhəbbi oruç tuta bilər. Müstəhəbbi oruc belədir ki, bəzən bir-birinə möminlər orucu pozdura da bilərlər, şəriət icazə verir. Bir adam müstəhəbbi oruç tutubsa, bir mömin ona təklif eləsə ki, xahiş edirəm orucu aç, buyurur ki, iftarını açması oruç tutmağından daha çox savab olar, vaxtından tez açması, müstəhəbbi orucda. Birdən də bir insan yaşlıdır, xəstədir, imkanı yoxdur oruç tutmağa. Vallah mən bunu deyirəm, kifayətdir ki, ürəyindən keçirdə ki, kaş
Səhhətim icazə verərdi, oruç tutardım. Elə bu niyyətə də Allah oruç savabı verər. Allahın fəzli və rəhməti çox genişdir. Doğrudan insan ürəklə istəyə, indi bəlkə uzun günlərdir, kiməsə çətin ola, elə ürəyindən keçirdə ki, kaş mən bunu bacarardım, tutam, Allah onu da əvəzsiz qoymaz. Niyyətə də Allah inayət eləyər. Qiyamət günündə neçə dəstə adamı çağıracaqlar. Neçə dəstə adam var ki, cəmaat içindən nida eləyəcəklər ki, siz çıxın, sizə xüsusi mükafat var. Hamıya aiddir bu. Neçə dəstə insan var. Məsələn, biri şəhidlərdir. Şəhidlərə deyəcəklər, çıxın, daxil olun cənnətə. Alimlərə müraciət eləyəcəklər, çıxın və dünyada kimi hidayət eləmişsiniz. Dünyada kim sizin sözünüzlə düz yolu tapıb, indi də onların əlindən tutun cənnətə aparın. Alimlərə belə məqam var. Təqvalı alim sözü ilə kimsə doğru yola yönəlibsə, qiyamətdə Allah haqq verəcək. O alimə deyəcək, çıx özün tək yox. Kimlər sənin vasitənlə haqqı tapıb, onların əlindən yapış, apar cənnətə. Mən görmüşəm, Eynə Fatimiyyun, soruşacaqlar, hanı Fatimilər? Fatimilər kimdir? Xanım Zəhranı sevənlər. Həzrət Fatimiyə əza saxlayanlar. Onlar ayrıca bir dəstədir. Və bu nidaların içində mən hədisdə görmüşəm, bir nida gələcək, Eynə Rəcəbiyyun, hanı Rəcəb ayının əhli. Onlar ayıracaqlar cəmaatın içindən. Onlar hamı ilə eyni olmayacaq. Hanı Rəcəb ayının əhli, yəni bu ayı başqa aylardan fərqləndirənlər. Heç olmasa hiss eləyə ki, mən Rəcəb ayındayam. Elə fərqi olmasa, yəni bu ay başqa ay, bu yanaşma özü insan üçün nöqsandır. İnsan düşünə ki, mən Rəcəb ayındayam. Bu ay Allahın ayıdır. Allahın mənə bu ayda xüsusi nəzəri var. Bu ayın əhli olarsa Allah onları çağıracaq, nə verəcək bilmirəm. Və çağırıb elə-belə deməzlər ki, Eynə Rəcəbiyyun, hanı çıxın. Çıxın, yəni ki, mən sizə xüsusi bir hədiyyə hazırlamışam ki, başqaları o hədiyyədən bəhrəsiz olarlar. Başqalarına o hədiyyədən çatmaz. Rəcəb ayının xüsusi fəziləti var və çalışın, mən özümə də deyirəm, sizə də deyirəm ki, bir qədər, gücümüz çatan qədər, heç kəs gücündən artıq özünü yükləməsin. Artıq ibadətlə yüklənmək olmaz, amma hamı öz gücünü bilir, gücümüz çatan qədər bu ayda biraz ibadətimizi artıraq, namazdan biraz gec ayrılaq, biraz səcdəmizi uzadaq, biraz... Həmişə sübh namazına dururduqsa, sübh namazından qabaq 2 rükət namaz qılaq. Nə ilənsə hiss elətdirək, Allaha deyək ki, mən hiss eləyirəm ki, Rəcəb ayındayam və bunu da Allah nəticəsiz qoymayacaq. Rəcəb ayı fövqəladə gözəl bir aydır, Allah ayıdır. Bu ay, gələn həftənin 4-cü gün, cümə axşamı günü, ayın 3-ünə düşür, fevralın 3-ündə Rəcəb ayının biridir. Həm ilk günü də, həm də cümə axşamına təsadüf eləyir. Çox mübarək bir 3 aya daxil oluruq. Çox mübarək günlərdir. Və bildikcə ki, hansı aydasan, onun təsiri də adama çoxalır. Rəcəb ayı daxil olub bunu bilsən, düşünsən üzərində, başlayır Rəcəb ayı daha çox səni təmizləməyə. Maraqlı bir şeydir. Düşünmək və yanaşmaq və bilmək. Əleyhissalam Bəsrədə çıxış eləyir. Deyir ki, Xızırın duasını bacarsız ömrünüzdə bir dəfə oxuyun. Belə deyir, bacarsız həftədə bir dəfə. Bacarmasaz ayda bir dəfə. Bacarmasaz ildə bir dəfə. Bacarmasaz heç olmasa ömürdə bir dəfə. Xızır duasını oxuyun, Həzrəti Xızırın duasını. Cəmaat qulaq astı, xütbə qutardı, çıxla getdilər. Bir nəfər maraqlanmır ki, ay bala, bu Xızırın duası nədə, ya əmir əl-möminin, bu qədər deyirsin, heç olmasa bunu bir dəfə ömürdə oxuyun, ya həftədə oxuyun. Bir nəfər çıxdı Kumeyl adında. Gəldi, dedi ki, ya əmir əl-möminin, o duanı istəyirəm mənə öyrədərsiniz. Dedi ki, əlbəttə öyrədərəm, əlbəttə öyrədərəm. Mən adam axtarıram, nə söylədim, adamlar soruşmur məndən. Öyrənmək istəmir. Mən elə adam axtarıram, göydən düşdü ki, bir adam bir şey soruşsun, nə söylədək ona. Gəl gedək sənə duanı öyrədim. Duanın adı indi oldu Kumeyl duası. Əsli Xızır əleyhissalamın duasıdır. Əleyhissalam nəql eləyib, Kumeyl yazıb, oxuyub, adı gəlib indi hər yanda Kumeyl duası oxunur. Kumeyl özündən çıxartmayıb o duanı. Kumeyl nəql eləyib də o duanı əleyhissalamla. Ona görə onun adı ilə indi məşhurdur Kumeyl duası.
Ondan sonra gözəl bir söz buyurdu Əleyhisselam. Dedi ki, Kumeyl, sən bizlə çox oturub durursan. Çox get-gəl eləyirsən bizim qapımıza və bizə vacib olur ki, sənə öyrədək. Deməli, Əhl-i Beytin qapısına çox gedəndə onlar da adama mərifət verir. Bizə vacib olur ki, sən bizim qapımıza çox gəlib gedirsən deyə biz sənə öyrədək. Tutumumuz artdıqca daha çox mərifət qoyulur bizim qəlb qapımıza. Çox pisdir ki, adamın ürəyinə baxsınlar, desinlər, bunu tutumazdır, buna çox şey verməyin, xarab olar bu, buna az mərifət verin, az məlumat verin. Həm tutumumuzu artıraq, həm ləyaqətimizi artıraq, ömür keçir, günlər keçir və bunlar adama lazımdır. Həsrət günü var qabaqda. Bir ömür, yaşadığın ömrün həsrətini çəkmək var, qiyamət günü var. Biz bilməliyik, ona görə danışırıq. Nə üçün bilməliyik? Bilək ki, gedək əməl eləyək, xeyr. Hamıdır ki, bilək ki, gedək əməl eləyək. Mən deyirəm, xeyr. Bilək ki, arzu eləyək. Bilək ki, arzu eləyək. Biz bilib, niyə əməl eləyə bilmirik? Sual verirəm, çox şey bilirik, əməl eləyə bilmirik. Niyə? Sirri nədir? Sirri budur ki, arzu eləmirik. O qədər ki, lazımdır, istəmirik. İstək çox şeyə həll edir. Bugün onun haqqında danışacağım. Keçmişdə danışmışam, əvvəlcədən də deyirəm. Bu mövzunun içində təkrar bəhslər də olacaq, bilmədiyimiz ola bilsin ki, mövzular da olacaq. Biz bilib niyə nələrəsə əməl eləmirik? Hey eşidirik, əməl eləmirik. Çünki əsas şərti var. Biliyin əmələ keçməsinin ən əsas şərti istəməkdir. Yox, mən istəyirəm, yox. Bilik əmələ keçməyibsə, bir dənə problem nədir? Deməli, lazım olan qədər istəməmsən. Vəssalam, başqa heç nə. Bilirsənsə, əməl eləmirsənsə, deməli, lazım olan qədər istəməmsən. İnsan mümkün deyil, istəsin, arzulasın, əməl eləməsin. Bu mümkün deyil. Sən mənə 100 dəfə də otursan, saatlarla bəhs eləsək, sübut eləsin, yox, mən istəyirəm, alınmır, yox. Mən deyəcəm ki, sən istəmirsən. İnsan belə bir varlıqdır ki, istədisə eləyəcək. Bu insan belədir. İnsanın mahiyyəti budur. Bilirsiniz, bizdən nə tələb olunur? Bilək, deyək ki, ey kaş, mən buna əməl eləyərdim. Ey kaş, neçə dəfə bu kaş demisən, ürəyimin dərinliyindən. Neçə dəfə kaş demisən və qismət olmuyor. Bizim problemimizin kökü oradadır. İstəməmsən. Bəli, mən razıyam. Əməl hər adama qismət olmur. Elə bilməyin ki, hər yaxşı iş hər adama qismət olur, hər pis iş də hər adama qismət olur. Qətiyyən. Hər yaxşı iş və hər pis iş hər adama qismət olmur. Adam var, qoruyurlar onu pis işdən. Adam var, yaxşı iş özünü öldürür, eləyə bilmir. Amma deməli, yaxşı özünü öldürmür. Bu arada qismət olmur. Bilirəm ki, mən gecə namazına durub, məsələn, saat sübhdən filan qədər əvvəl durub gecə namazı qılacam. Yatıb durub qılacam, ha, səhərəcən oturub yox. Mən bir alimdən eşitmişəm ki, səhərəcən yatmayıb gecə namazı qılmaqdansa, gecə namazının qəzasını qılmaq ondan yaxşıdır. Belə bir söz deyilir. Gecə namazının qəzasını qılmaq daha yaxşıdır. Gecəni səhərəcən yatmayıb ki, mən namaz, gecə namazı. Yayda olur bəzən. Gün ola bilsin, məsələn, uzanır, gecə qısalır, məsələn, Ramazan ayı düşür yaya. İstisnalar var, bu istisnalar var. Amma belə adi halda yox. Amma hər adama qismət olmur, yatsın, dursun. Qismət olmur da, neçə illərdir qismət olmur. Qismət də lazımdır, əlbəttə, hər şeyə qismət lazımdır. Şeyx Mürtəza Zahid deyir ki, hər gecə namazında mənim mələk oyadır, deyir ki, Mürtəza, dur namaza. Eşidirəm, dururam. Qəribədir, adam var ki, onu saatla, yəni telefonunu qurur, onu da oyana bilmir. Adam da mələk gəlir, deyir ki, dur da, namaz getməsin. Deyir, bəzi gecələr dedi ki, Cənab Mürtəza. Bəzən deyir, Mürtəza. Deyir, sonra təhlil edim, niyə bəzi gecə xüsusi hörmətlə mənə müraciət edir? Bəzi gecələrdə az. Deyib, köndüm günümə baxdım, gördüm ki, o günlər ki, daha yaxşı özümə aparıram, o gecə mənə daha çox hörmət qoyurlar.
İndi biz yaxşı da inanmayaq. Nağıldır da danışır, mələk gəldi. Yaxşı, inanma. Yaxşı, mələk gəlməsin, mələyin səsini eşitmiyorsunuz, Allah hansısa vasitə ilə oyatsın da. Bir səs olsun, bir nəsə olsun, bir şey olsun, oyanasın. Qismət lazımdır. Bu qismət mövzusunu o qədər həyatda təcrübə eləmişəm. Bu qəribə fövqəladə bir şeydir bu. Yəni, bəlkə də həyatda çox düşündüyüm, təcrübədən keçirdiyim az mövzulardan bir qismət mövzusudur. Çox qəribə üçün, ifadə də olunmağı çətin. Allahla öz aramda sirdir mənim. Doğrudan da məsələn, bilmirsən, durub 2 rükət indi namaz qılacaqsan, indi deyirsən, durub 2 rükət namaz, onu bilmirsən, qılacaqsan ya yox. Doğrudan da bilmirsən. Qismət, elə bir yuxarıdan bir izin lazımdır, durasan. Bunu həyatımda çox təcrübə eləmişəm. Çox qəribə bir şeydir. Ya fikir verin, məsələn, sübh namazını yarım saat gec qılarsan, zöhr namazında yarım saat, 1 saat gecikdirir. Zəncirvari bağlılığı var. Qismət belə bir şeydir. Qismət belə bir şeydir. Bizə səs lazımdır, bizə də icazə versinlər ki, heç mələk zat da gəlməsin. Yoxdur, razıyıq. Amma gəlsin, nəsə bir təhər, nəsə bizi oyatsın. Hər iş qismət olmur, girəsən birinin evinə, deyəsən ki, mən sənin evində təmizlik işlər görmək istəyirəm. Ev sahibi icazə versin də evinə daxil olmaq. İlahi, mən sənin dinivə xidmət eləmək istəyirəm. Adam var ki, heç bir xeyri dəyməyib dinə, 50 yaşlı kişidir. Gör, nə qədər bərəkətsiz vücudu var. Din bundan heç bir baxımdan faydalanmayıb. Heç bir xeyri dəyməyib bunun. Adam da var, ömrü bərəkətli olub, sərvəti bərəkətli olub. Adam var, mən tanıyıram, çox qazanır, qəpiyində bərəkət yoxdur. Adam var, az qazanır, hər qəpiyi bərəkətlidir. Qismət damısı. Hər adama hər xeyir iş qismət olmur. Hər sərvətdə adama qismət olmur ki, sərvəti haqq yolunda xərclənsin. İzin lazımdır. İzin lazımdır. Allah bəzən istəmir birinin səsini eşitsin. Deyir ki, istəmirəm də səsindən xoşum gəlmir bunun. Dursun, gəlsin gecə mənim qapıma. Bu da elə bilir ki, bu istəmir. Deyir, mən namaz qılmaq istəmirəm. Bilmir ki, Allah istəmir ki, bu namaz qılsın. Deyə bilər ki, Allah rəhəmlidir filan. Allah istəyir ümumən bəndələri namaz qılsın. Amma bu nəsə eləyib ki, bu məhrum eləyib də özünü o lütfündən Allahın. O mənada deyir, Allah istəmir. Duada da var bu. Əv ləalləkəlləm tuhibbə ən təsməə duayı. Deyir, ola bilər ki, sən istəmirsən mənim duamı eşidəsən. Allaha deyir. Ola bilər ki, istəmirsən mənim səsimi eşidəsən, mənə qismət eləmirsən. Mənim həvəsim yoxdur filan işi görməkdir, mən Allah istəmirsən o işi görəsən. Bu elə bilir, mən istəmirəm. Özü elə bilir ki, özü istəmir. Allah istəmir, Allah izin vermir. Rəcəb ayı daxil olur, Rəcəb ayında oruc, ibadət, qismət olmalıdır. Bir gün də adam var, oruç tuta bilmir Rəcəb ayında. Adam var, bütün ayı tutur. Adam var, həftədə 2 dəfə tutur. Hərə bir cür. Demirəm, amma çoxluq, mütləq elə üstünlük deməkdir, yox. Hər insanın individual halları var, vəzifələri var. Bunlar hamısı nəzərə alınmaqla deyirəm. Allahın bir izni olmalıdır ki, bu ayda insan ibadət eləsin. Allah lütf eləsin gərək. Yaxşı əməllərə görə heç vaxt biz təşəkkür eləmirik. Biz yaxşı əməlləri öz adımıza yazırıq. Deyir, hər namazdan sonra get səcdə edin ki, şükrən lillah. Yəni ki, şükür ki, bu namazı qismət elədim. İnanın ki, qismət olmasa vacib namazı qıla bilməzsiniz. Biz bilmərik, bilməzsiz heç birimiz. İndi buradan çıxandan sonra adam deyir ki, cümə namazına görə, indi cümə namazda olmasa, cümə günü zöhr namazına, cəmaat namazına görə təşəkkür edirəm ki, mənə qismət elədi. İndi bəzi insanlar pandemiyaya görə gələ bilmir, heç, evindən qoşulur, o da onu bacarır. Çatdıra bilmir, gələ bilmir, həm də tam o qədər adam gəlib yerləşə bilmir indiki şəraitdə. Evində oturur, bu saatını ayırır. Bu da qismətdir, Allahın qismətidir, Allahın kərəmidir. Allah nə yaxşı iş gördünsə, tez öz adıva yazma. Deyirən ki, minnət qoydum, mənə qismət elədin. Həqiqətən də belədir.
Minnət qoydun. Bunu dəqiq adam başa düşsün gərək ki, nəsə bir izin verdin ki, mən bu işi gördüm.